İnsanlar üçün faydalı olan bir şeylə onların etmək istədiyi şey arasında ziddiyyət və qeyri-ahəngdarlıq mövcuddur. Məhz buna görə insanlar, xüsusilə yaşlılar həmişə nə ilə məşğul olublarsa, onu davam etdirməyə xoşlayır və dəyişikliyi sevmirlər. Başqa sözlə desək, vərdiş etdikləri işdən uzaqlaşmaq istəmirlər. Problem ondadır ki, artıq kök atmış vərdişləri həyata keçirərkən beyin demək olar düşünmür, araşdırmır, bir sözlə çalışmır. Davranış avtomatik qaydada cəld və uğurla, əksər hallarda isə çox asanlıqla, yəni insanın özünə sərfəli şəkildə başa çatır. Beləliklə, insanın əl çəkə bilmədiyi konkret rejim yaranır və bu halı aradan qaldırmağın yeganə yolu beyinə yeni tapşırıq vermək və onu yeni informasiya ilə yükləməkdir. Mən Ikigai yenə deyirəm, bir dəfə oxumuşam, amma görünür yenə də oxumaq məcburiyyətində.